Rottweiler yetişdiricisi olaraq bunları sizə açıq şəkildə deməliyəm. Bəlkə də bu məlumatı sizə heç kim verməyəcək. Erkək və dişi Rottweiler seçən zaman çox ciddi yanaşmaq lazımdır. Bunlar Golden və Labrador kimi yumşaq xasiyyətli olan itlər deyirlər. Sərt mühafizə itlərdir. Erkəklə dişisi arasında eyni cins it olsalar da erkək və dişisi arasında ciddi fərqlər var. Hər kəs erkək, hər kəs dişi Rottweiler seçə bilməz. Çünki erkək Rottweilerlər daha dominantdır. Sərt mühafizə və müdafiə instinktləri var. Uşaqla oynayan zaman dişi qədər həssas və səbirli olmaya bilərlər. Əgər uşaq itə sərt reaksiya göstərərsə, xüsusilə erkək itə, səbirsiz olub Rottweiler it növünün erkəyi uşağa qarşılıq verə bilər. Bundan əlavə uşaqla oynayan zaman təhlükəsiz oynaya bilərlər. Çünki Rottweiler güclü bədən quruluşuna sahib itdir. İstəmədən fiziki güc olaraq uşağa ciddi zərər verə bilər. Bundan əlavə Rottweilerlər erkəyi çətin idarə olunur və bunun üçün sərhəd qoya biləcək təcrübəli şəxslər lazımdır ki, insan yəni sahib öz dominantlığını erkək itə göstərsin. Buna görə də ilk dəfə it sahibi olacaq insanlar və azyaşlı uşaqlı ailələr qətiyyən erkək Rottweiler sahiblənməməlidir. Dişi Rottweiler isə analıq instinktinə görə uşaqlarla daha yumşaq və səbirli davrana bilir. Yəni erkək Rottweilerə nisbətən uşaqla oynayan zaman daha az bədən gücü göstərir. Dişi Rottweilerlər ailə içində daha səbirli olurlar, daha yumşaq, daha idarə olunan olurlar. Adı üstündə Rottweilerdir. Təbii ki, bunların da yaxşı bir mühafizə instinktləri var, dişilərdən söhbət gedir. Amma erkəklər qədər çox həssas deyillər. Burada danışılacaq çox şey var, amma video çox da uzun olmasın deyə danışmaq olmur. Daha ətraflı məlumatı, misal üçün üzbəyüz söhbət edəndə dərindən başa düşmək daha rahat olur. Odur ki, Rottweiler seçərkən erkək və dişi xarakterini dərindən bilmək lazımdır. Əgər bilmirsinizsə də bir yetişdiricidən məsləhət almaq faydalıdır.